Pasiyentimizə kolposkopiya icra edirik. Sirkə turşusunu sürtdük. Sirkə turşusundan sonra orada patoloji rənglənən sahələr var. İndi ekranda görəcəksiniz onu. Bunlar tez bir zamanda əmələ gələn problemlər deyil. Adətən uzun müddətdən sonra yaranan problemlər olur. İndi ekranı göstərin, zəhmət olmasa yaxınlaşdırıb. Buradakı bu sahə, indi mən alətlə göstərəcəm. Bu sahə patoloji olan bir sahəmizdir. Buranı Lugol məhlulu rəngləyəcək. Bir də burada bir qədər görünür, amma əsas bu sahədir. Lugol məhlulu ilə də buranı rəngləyəcəyik. Rəngləmək deyəndə oraya Lugol sürtəcəyik. Lugol məhlulu sürtdüyümüz zaman isə kənarlar qara olsa da, o isə daha açıq rəngli, sarımtıl rəngli olacaq. Bu sarımtıl rəngli olması isə problemli sahə olduğunu göstərir. Burada indi aydın şəkildə patoloji sahəni xəritə kimi görürük. Sahəmiz budur. Patoloji hesab etdiyimiz sahə. Orada da görünür yəqin ki. Və o sahədən biopsiya götürürük. Biopsiya götürmək ağrısız bir şeydir. Pasiyentimiz biraz ah eləyə bilər, o eləyə bilər, amma elə də ağrılı bir şey deyil. Sadəcə dəri hissəsindən biz kiçik bir material götürürük. Xanımımızın səsi çıxmır əlbəttə ki, çünki ağrı hiss edir. Materialımızı götürdük, bunu patoloji müayinəyə göndərəcəyik. Yerindən azca qan gəlir. Bu normaldır və bu pasiyentə heç bir qanaxma verməyən. Bu hissələrdən biraz qan gələ bilir, amma o da kəsir.